Sumqayıtda Süni göldə batan şəxsin meyidi tapılıb, əməkdaşımız Mürvət Zalikoğlu hadisə yerindən xəbər verir. Bunlar müşkləri tapana kimi, yəni buradan gedən də öyle idi. Ne yoluna olsun tapılacaq. Tərlan Qurbanov aprelin 3-də təxminən bu ərazidə batmışdı. Bir həftə davam edən axtarışlar bugün səhər saatlarında başa çatdı. Bəli, Tərlanın meyidi batdığı yerdən təxminən 50 metr kənarda tapıldı. Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində Süni göldə kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmət tərəfindən aparılan axtarış işləri başa çatıb. Göldə batdığı ehtimal edilən 1982-ci il təvəllüdlü Qurbanov Tərlan Hüseynalıoğlunun meyidi bir neçə gün davam edən axtarışlardan sonra tapılaraq ailəsinə təhvil verilib. Ola bilər ki, o torlar olub orada, əyilib torlarsın ki, torları götürməyə. Yəni sıfırlanıb, atdığı torların yanı. Orada kameranın üstündəsən, əyilirsən torçunda, istər-istəməz. Küləyi də vurur, axı qaldırırsan. Faktla bağlı araşdırmalara başlanılıb. Xatırladaq ki, 36 yaşlı Tərlan Qurbanov aprelin 3-də Süni göldə balıq tutarkən güclü külək qayığı çevirib. Nəticədə 2 uşaq atası olan Tərlan suya düşərək boğulub. Firuz Asanov, Mürvət Zalikoğlu, Rahib Səfərov, Space.